İlin 12 ayı, 360 və yaxud 365 günü var. Və bu aylar və günlər içərisində hər bir insanın özünə məxsus xüsusi, önəmli, özəl və gözəl günü var. Bu günü hər birimiz səbirsizliklə gözləyirik. Niyə? Bəlkə o gün özümüzü günün qəhrəmanı sayırıq. Axı niyə həsrətlə gözləyirik? Yaş üstünə yaş gəlir axı. Bu bir tərəfdən sevindiricidir, o bir tərəfdən isə kədərlənir insan. Çünki həyat ağacından bir yarpaq, ömür sarayından bir kərpic düşür. Onu qaldırıb yerinə qoymağa heç kimdə cəsarət və hünər yoxdur. Mənim də özəl günüm aprelin 6-sıdır. Çox qəribə duyğular baş qaldırır ruhumda. Elə hisslər keçirirəm ki, bir kitab da yazsam ifadə edə bilmərəm. Mümkün deyil ki, çevrilib arxaya baxmayasan. Ürəyim istədiyim əzizlərim yanımda yoxdursa, bu lap əzab verir mənə. Təəssüf edirəm, kaş ki deyirəm. Atamla, anamla bir yerdə keçirdiyim günlər gözümün önündə canlanır və kaş ki deməyə başlayıram. Görəsən, bu hal təkcə məndə baş verir. Yaşadığım ağrılı-acılı günlər, sevincli xoşbəxt anlar bir də nəzərimdən keçir. Yıxıla dura, yox, büdürəsəm də yıxılmamışam. Əzab-əziyyətlə bu mərtəbəyə, bu zirvəyə çatmağımda ilk növbədə Allahıma, sonra da cənnətin özü olan anama borcluyam. Zamanı saxlamaq istəyirəm, qalsın öz yerində, tərpənməsin, amma qeyri-mümkündür. Uşaqlıqda tez böyümək istəyirdim. Bəs indi niyə uşaq olmaq könlümdən keçir? Bu qədər qayğılar var ki, bəlkə də ona görə. Keçən günlərimi qaytarsaydılar, gələn günlərimi qurban verərdim, gözəl deyib şair. Hər halıyla keçən günlərdə yaşadıqlarım özümündür. Öz həyat kitabımda yer alan səhifələrdir. Elə yaşamalıyıq ki, öz keçmişimizlə fəxr edək, nəinki xəcalət çəkək. Bəli, bugün 6 aprel özəl və gözəl günümdür, ad günümdür. Bu sual məni çox düşündürür. İnsan dünyaya gəldiyi gün ona ad verirlər ki, ad günü deyilir doğum günümüzə. Nə bilim vallah. Xətrimi istəyənlər zəng edirlər, mesaj yazırlar, təbrik edirlər. Sevildiyimə görə, belə hörmətli olmağıma görə çox xoşbəxtəm. Yadda qalmışamsa, deməli kimlərisə qəlbində yerim var. Unudulmuramsa, deməli hələ də sevilirəm. Amma bir balaca kədər var ürəyimdə. İllər niyə belə tez keçir? Hələ nə qədər arzularım var. Allah bu arzularımın həyata keçməsinə izin versin inşallah. Deyəsən çox danışdım. Qəlbim doludur. Qulaq asdığınıza görə haqqınızı halal edin ki, qiyamətə qalmasın. Sonda özümü təbrik edirəm. Ad günün mübarək, ərköyün, dəcəl, şıltaq, çox əzab-əziyyət, ağrı-acı çəkən, lakin təbəssümü simasından əski olmayan Aygün xanım.